Əziz analar, mənə tez-tez sual verirsiniz ki, övladımın özgüvənini necə inkişaf etdirim? Bunun üçün sizlərlə bugün bir texnikanı paylaşacağım. Amma texnikanı paylaşmadan öncə izah etmək istəyirəm ki, özgüvən nədir? Onu anlamağınız lazımdır ki, texnikanı düzgün tətbiq edə biləsiniz. Gəlin baxaq. Özgüvən bir toxuma bənzəyir. Bu toxumun inkişafı üçün münbit bir şərait olmalıdır ki, bu toxum cücərsin, inkişaf eləsin. Amma bu toxumun özü də iki kökü var, belə deyək. İki kökdən qidalanır. Biri mən edə bilərəm, digəri isə özünü dəyərli hiss etməkdir. Öz dəyərlilik hissidir. Yəni biz mən edə bilərəm və öz dəyərlilik hissini inkişaf etdirsək, bax bu toxumumuz cücərəcək, inkişaf eləyəcək. İndi bunu necə tətbiq eləyək? Deməli biz anladığımız kimi bu toxumu inkişaf etdirməyimiz lazımdır. Mənim indi göstərəcəyim texnika özünü dəyərli hiss etdirən bir texnikadır. Bunun üçün biz bir çiçək şəkli çəkirik. Bu çiçəyin müxtəlif ləçəkləri sayı müxtəlif ola bilər. 8 ola bilər, 10 ola bilər. İndi mən təsadüfi bu qədər ləçəklər çəkdim. Hər gün bu ləçəyə uşaq haqqında müsbət bir fikir yazırıq, müsbət bir söz yazırıq. Məsələn, bugün bizim uşağımız ana demədən özü əl-üzünü yuyub, dişlərini fırçalayıb, yaxud da paltarlarını səliqələyib. Biz bundan necə bir qənaətə gəlirik? Deyirik ki, mənim səliqəli qızım, mənim səliqəli qızım. Və yaxud da başqa bir müsbət cəhət görürsünüzsə, onu qeyd edirsiniz. Hər gün bir müsbət cəhəti burada qeyd etməyiniz lazımdır. Amma bir şeyi unutmayın ki, siz yalnız uşaqda müsbətlərə fokuslanmağınız lazımdır. Yəni, əziz analar, əgər məqsədimiz uşağın özgüvəni inkişaf etdirməkdirsə, biz yalnız uşaqda müsbətlərə yönəlməliyik. Əlbəttə ki, uşaq olduğu üçün mənfi davranışlar göstərə bilər. Amma məqsədimiz uşaqlarda müsbəti inkişaf etdirməkdir, özünə inamı inkişaf etdirməkdir. Bunun üçün də qeyd edirəm, yalnız və yalnız hər gün bax bu gülün ləçəklərinə müsbətləri, müsbət uşaq haqqında fikirləri qeyd edin və əmin olun ki, sizin də öz münasibətiniz uşağa qarşı dəyişəcək, uşağın da özünə inamında, özünü qiymətləndirməsində böyük inkişafı görmüş olacaqsınız.